Dostlar getməyə-getməyə düşmən olar, düşmən gedə-gedə dost olar. Əgər biz bu qədər yaxınıq, qardaşiksə, niyə vizalı bir-birimizə gedib gəliriz? Avropaya belə vizasız gedirik. Avropa dövlətində olduğu, Avropa dövlətlərində olduğu kimi bu cür gömrük birliyi, vergi birliyi kimi məsələlərə diqqət etsək, lojistik birliklər, düşünürəm ki, daha tez biz istədiklərimizə çatacağıq. Digər tərəfdən Helim pendiri var. Bunu 6 il içərisində o qədər Azərbaycanda övdük ki, sonunda Helim deyən bir restoran da açıldı. Mən Səkinə Babayeva, tekstil şirkətlərim var. Aynı zamanda Qadın Girişimçiliyi Association'ında idarə heyəti sədriyəm, qurucusuyum. Bilirsiniz ki, Kıbrıs'ı biz çok severiz. Xalq olaraq da dilimiz çok yakın, örf adətlərimiz, mədəniyyətimiz yakın. Bundan dolayı ilk olaraq mən Azərbaycan Qadın Sahibkarlığın İnkişafı Asosiasiyası olaraq bilirsiniz ki, sizdə İçim Kabukoğlu'nun yarattığı bir dərnək var. Onunla çok yakından ilişkilərimiz var. İki qardaş ölkənin ilk olaraq ənənələrini Azərbaycandan 22 kişi ilə getdik, qonaq olduq. Sonra bundan bu arada da təbrik edərim. Çok güzel bir seçim keçirdiniz. Eski Başkan Ersin Tatar, Sibel Tatar'ı çok yakından tanırız. Qonağı olduq. Beraber olarak iki ülke ilişkilerinden danıştık. Bu 6 yıl öncesine bir tesadüf etti. Ve bizim eskiden bir nene sözümüz, nenelerimizin dediği bir söz var idi. Bunu da buradan iyiledim. Çok hoşuna gitmişti Kıbrıs'ta dediğimiz zaman. Dostlar getməyə-getməyə düşmən olar, düşmən gedə-gedə dost olar. Ve bu minvalla bir yola çıktık. Devlet ve halk arasında bir köprünü inşa etmeyi kendimize heves ettik. Ondan sonra Azerbaycan'a gelen 4 ekip oldu. Türk Ticaret Palatası bilirsiniz ki terkibinde aynı zamanda Kıbrıs Ticaret Palatası yarandı. Hal-hazırda onlar resmi üye olarak kabul edildi. Onlarla ilişkimiz var. İçim Kabukoğlu'nun İzikat diye bir kurum var. Çok güzel bir kuruluşlar var, kadın girişimciler. Orada olan mekanizmaları daha çok bilirsiniz ki Apelsin'le daha meşhurdu. Örf ve adetlerini Azerbaycan'a getirmeyi düşündük. Kent təsərrüfatı, yani tarımla beraber olan 3 sergi keçirdik. Her birisinde Kıbrıs geldi. Özlərinin yaptıkları, kadınların yaptıkları el işleri, çoxlu sayda hansı ki səbzə, tarımda olan, çiftlikdə olan hansı ki əkib becərdiklərinin nümunələrini bura gətirdilər satmaq için. Digər taraftan Helim pendiri var. Bunu 6 yıl içerisinde o kadar Azerbaycan'da övdük ki sonunda Helim diyen bir restoran da açıldı. Şimdi Helim restoranı Kıbrıs gedip geri gelenler, darıqdanlar, Kıbrıs'ta oxumuş insanlar hepsi oranın bir ziyaretçisine çevrildi. Artık Helim pendiri 6 yıl bundan önce Azerbaycan'da tanınmırdı. Şu anda herkesin istekli bir yiyeceğine çevrildi. Bundan gurur diyoruz. Patate var sizde biliyorsunuz. Kırmızı patates var. Bu patatesin Azerbaycan'dan da gelmesini biz istiyoruz. Aynı zamanda bizde palovnia ağaçlar var. Bu ağaçların bilirsiniz Kıbrıs'a girdiğin zaman yeşillikler, havalimanından sonra yeşillikler yok. Biz orada da bunu inşa etmek. Aynı zamanda Yasemen Hanım Ticaret Palatası'nın Kıbrıs Ticaret Palatası'nda qadın qollarının hansı ki aparıcı mütəxəssisidir. Onlarla da 3 projeni hayata keçirmək istərik. Sağlıq turizmində bilirsiniz ki Ruslan Bey Azərbaycanda daha çox Kıbrıs Azərbaycan arasında ilişkilərin inkişafı üçün
cani könülden, könüllü olarak çok büyük fedakarlıklar edir. Biz de onun daim yanındayıq və düşünürük ki, iki tərəfli iqtisadi ilişkilər inkişaf etdikcə insanlar arasında bu köprülər daha erken inşa edilir. İnşallah arzu niyet edək, şükran duyğularımızı göndəririk ki, Sibel Tatar, Ersin Tatarın Azərbaycana ilk səfəri zamanı da bizim qadın asasiyasına qonaq olduqları zamanda bunu dilə gətirmişdik. Birbaşa uçağın olması, lojistikin daha rahat olması için biz bu fikirləri də həm devlətimizə, həm digər devlətə beyan etdik və burada Kıbrıs səfiri əvəz edilməz Ufuk dün də 42 ili idi. Çok gururla andıq, beraber bir yerde bölüştük həmin günü. Ufuk Hanım'ın da danılmaz əməkləri var. Her zaman söylerdi ki, eğer biz bu kadar yaxınıq, kardeşiksə, niye vizalı birbirimizə gedib gəliriz? Avropaya belə vizasız gedirik və həqiqətən də bu duygusal anları biz illərdir yaşadıq. Ama bu günləri hər kəsənin rahat getməsi, gəlməsi üçün ilk öncə lojistikin çözülməsini çok isterdik. Sağlık turizm ve Kıbrıs'ın bilirsiniz ki çok güzel hansı ki Avrupa'ya açılan kapıları. Bu da bizim için yeni bir markalaşma ürünlerin satışında bir yol olabilir. Aynı zamanda Azerbaycan İpek yolunun üzerinde olduğu için buradan birbaşa Asya ülkelerine, aynı zamanda Asya ülkelerinin bir başından o başına saysan 100 milyonlarca insan var ve bu insanların da keyfiyet bakımından markalaşmaqda önüne çıkmak, məhsul satmaq, iqtisadi göstəriciləri böyütmək üçün hər birimiz fədakarlıq edirik. Əlbət ki, mən hər il Kıbrıs'ta olduğum dönemlerde her il dekabr ayının, Aralık ayının birinci 10 gününde kadınlar orada bir zirve toplantısı edir. Mutlaka biz orada qonaq oluruq. Çoxlu sayda Azərbaycandan iş kadınları gedir. Son dönemlerde ise əmlak konutların Azərbaycanda olan fuarlarda dəstəkçisi olduq. Onlar da bura gəldiler. Və əlbət ki, bizim üçün çox maraqlıdır. Kardeş ölkə, güzel təbiəti, güzel insanları, dil birliğimiz, birbirimizi doğru anlayan çok az ülke var. Ama Türk dilinde danışan 17 ülke var ki, bunların sayısına bakanda biri-biriyle doğru iqtisadi əlaqələr qursa, nə qədər kardeşik desək də bizim denizler ayırır, uçaklarla beraberlik kururuq. Bunlarda da Avropa devletinde olduğu, Avropa devletlerinde olduğu kimi bu cür gömrük birliği, vergi birliği kimi məsələlərə diqqət etsək, lojistik birliklər düşünürəm ki, daha tez biz istədiklərimizə çatacağıq. Gənclərimiz təhsil müəssisələrində oxuyacaq. Daha biri-birinə gəlib getmək nəticəsində çoxlu iş yerlərinin də açılması, inşa etməsimiz bizim qadın sahibkarlar asosiasiyalarının əsas prioritetlərindən biridir. Bundan əlavə biri var iş qadınları. Bu qadınlar, iş qadınlarının hansı ki bizim Association'ın qurduğu körpülər vasitəsilə biz, sizlə və bizdə olan alimlərin birlikləri yarandı. Onlar birgə biri-birinə, təhsildə olanların birlikləri yarandı. Bizim Orhan Bey var, hansı ki 7-17 yaş arası gənclərimizin kamplarının düzenlenmesini, yani bir yolları açanda kimsə fədakarlar, fədailər olması lazım ki, bugünləri biz 4-cü hakimiyyət adlandırırıq sizləri. Müxbirlərimizə və sizin kimi yazarlarımıza, bizi dünyaya çatdırmaq istəyən, səsimizi hər kəsə yetirmək istəyən jurnalistlərimizə çok teşekkür ederek ki dinleyirsiniz, yayımlar yapırsınız, insanlara bu güzel fikirleri aktarırsınız, şuurun altında bir değişimler olur ve bizler günü günden büyüyoruz. Yeni seçimlerde galip gelmiş
başkanınıza təşəkkürlərimizi iletirik ve düşünürük ki bunlar yarımda kalmayacak. Her zaman bütöv, güçlü bir iktisadi hakimiyetin olmasında daim kadınlara destek olacağım. Kıbrıs'a Azerbaycan kadınlarının değil, Azerbaycan kadınlarının sesi olan kadın sahipkarlığın asasını ve Azerbaycan'ın bütün halkının səmimi təbriklərini çatdırmaq istərdim.